Bəs Allah Peyğəmbər göndərməsəydi, məgər cəmiyyət inkişaf etməyəcəkdi? Peyğəmbər olmasaydı, cəmiyyət inkişaf etməyəcəkdi məgər? Və yaxud da Peyğəmbərin inkişaf etdirəcəyi, kamilləşdirəcəyi cəmiyyətin fərqi nədir? Başqa cəmiyyətlərdən. Elmdə, elm fəlsəfəsində ümumi olaraq yanaşsaq, iki cür elm var. İki mərkəzli elm var daha doğrusu. Bu elmin biri mərkəzi Allahdan gəlir. Buna deyirlər din. Vəhiy yolu ilə Allahdan gəlir bu elm. Din deyirlər buna. İkinci bir elmin isə mənbəyi, mərkəzi insandır, şuurdur. Buna da deyirlər fəlsəfə. İndi bu iki elm ta qədimdən günümüzə qədər müzakirə aparır, mübahisə edir. Biri deyir ki, birincisi din üstündür, digəri deyir ki, yox, din üstün deyil, din cəhalətə səbəb olur, fəlsəfə üstündür. Yəni insanın təfəkkürü üstündür, şuurunun məhsulu olan elm üstündür. İndi bir dəstə deyir ki, biz cəmiyyəti insan beyninin məhsulu olan elmlə, təfəkkürlə inkişaf etdirəcəyik. Bir dəstə deyir, xeyr, biz cəmiyyəti inkişaf etdirməyimizin yolu ilahi qaydalardır, ilahi prinsiplərdir, yəni dindir. Din deyir ki, bəli, fəlsəfə önəmlidir, insan öz ağlını işlətməlidir. Quran-ı Kərimdə bir çox ayədə bu var ki, niyə ağlınızı işlətmirsiniz, niyə təfəkkür etmirsiniz? Amma deyir ki, cəmiyyətin kamilliyi dinə bağlıdır, ilahi qayda qanuna bağlıdır. İndi gəlin hər ikisini yetişdirmək istədiyi bir cəmiyyətə baxaq. Görək, dinin yetişdirmək istədiyi cəmiyyət necə cəmiyyətdir, fəlsəfənin yetişdirmək istədiyi cəmiyyət necə cəmiyyətdir.